Forumun sonuncu sual-cavab paneli başlayır. Alqışlarınızla spikerlərimizi dəvət eləmək istəyirəm. Amma nəsə yorğunçuluq var. Alqışlar az gəldi. Əlasız. Mən həqiqətən çox yorğunam. Gecə yatmamışam, çox işləmişik. Bugün də gördüyünüz kimi bir yerə dayanmamışam. Amma sizin enerjiniz mənə həqiqətən güc verir. Ona görə də istəyirəm ki, bu gücü, bu enerjini spikerlərimiz də istərəsin və alqışlarınızla onlar gəlsin. Alqışlarınızla Zəfər Nəcəfov, Sabir Camal və Betül Uslu. Mən yenə səhnədəyəm. Bu dəfə mən tərcüməçi rolunu oynayacağam, əlimdən gəldiyi qədər, dilimin döndüyü qədər. Betül hocaya dəstək olacağam sualları tərcümə eləmək konusunda. Hocam, sizə dəstək üçün buradayam. Tərcüməçi. Mən də ondan buralarda gəzərəm. Mənim sualım Sabir müəllimədir. İlk öncə çıxışınız üçün hamınıza təşəkkür edirik. Yaşadığım ən böyük digital icra problemlərdən biri, daha çox freelance işlərdə belə bir problem olur ki, böyük büdcəsi olmayan kiçik bizneslər üçün effektiv digital yanaşmanın necə qurulmalıdır? Yəni büdcə böyük ayrılmır, lakin onlar reklamı, yəni Content. Hər bir digitalçı nə qədər professional da olsaq, kontentimiz zəif olduğu halda biz yaxşı rəqəmsalçı sayılmırıq. Biz sadəcə metrikləri ucuz ala bilərik. Amma satış eləyən kontentdir, verdiyimiz təkliflərdir. Ona görə də əgər büdcə yoxdursa, mütləq şəkildə çoxlu sayda kontent istehsal eləmək lazımdır. Çox sağ olun Sabir müəllim. Orada bir xanım əl qaldırır. Əla. Sualım Sabir bəyədir. Bayaq eybi testlər haqqında danışdınız. Bilmək istəyirdim ki, siz öz təcrübənizdə ən çox manual eybi testlərə üstünlük verirsiniz, yoxsa Metanın təklif etdiyi avtomatik üsula? Açığını desəm, manual eybi testlərə üstünlük verirəm. Mən biraz egoist yanaşma olacaq, amma... Səbəbini də zəhmət olmasa izah eləyərsiniz. Səbəbini, onu izah edirəm. Açığı Metanın eybi testinə çox da güvənmirəm. Ümumiyyətlə, Metanın bizə verdiyi, göstərdiyi datalar var. Ona çox da güvənmirəm. Mən işimi sağlama alıram. Bütün kampaniyalarımı UTM-lər vasitəsilə UTM-lərini qoşuram. Google Analytics-də izləyirəm, satışlarına baxıram. Əgər okeydirsə, hansı target mənə daha effektiv, daha ucuzdursa, elə eybi test edib, ondan optimizasiya edirəm. Yəni, manual. Kimin başqa sualı var? Sizin sualınız var? Məncə mikrofonu əldən ələ. Mikrofonu onda bəyə verək. Adım Ələskər, soyadım Qəmbərovdur. Newline reklam şirkətinin satış direktoruyam. Bayaq bəyin paylaşdığı mən video, bəli. Elə üçüncə də sualım var ki, biri var influencerlar, bir də var təxribat var ya burada. Bir də var hansısa bir şirkətin daxilində sadiq, düşüncəli və dünya görmüş bir övladı ya uşağı qabağa çəkib influencer eləmək. Sizcə hansı daha həm şirkət üçün, həm də belə deyim də şirkətin marağı üçün daha gözəl olar? Ya kimsə influencerla işləmək, ya da bir işləyən gənci götürüb öz şirkətini influencer eləmək. Sualı tam başa düşmədim. Influencerlərlə işləmək, yoxsa özümüz bir influencer yaratmaq? Bəli, şirkətin özündən işləyən gəncdən bir influencer yaratmaq. Hansı daha sərfəli olar? Ayrı bir strategiya sayılacaq. Büdcən varsa, əlbəttə ki, datası formalaşmış influencerlərlə işləmək effektiv olacaq. Yox, büdcə yoxdursa, mən həm də influencer marketing istəyirəmsə, bir qol yaradıb, tanınmayan bir insanı yavaş-yavaş onu qaldırıb, onunla da paralel şirkətə dəstək vermək. Belə eləyərdim. Hansını tövsiyə eləyərdiniz? Bir dənə əlavə eləyim. Bir dənə video var, yəqin hamı onu görüb. Bir dənə qaqaş götürür, adı nədir? Alçıpanı belə vurur, deyir bu filan kəsin alçıpanın tapsındır. Sonra deyir bu bizimki. Görmüsünüz milyonlar. Kimin qabağına çıxıb o video? Yavaş vurur. Yəni elə bir əməkdaşın varsa, götür onu influencer elə. Əgər eləsi yoxdursa, yəni o potensial əgər o adamda varsa, elə bir 3 dənə video paylaşacaq, şirkət partladacaq satışlarda. Yəni sıfırdan influencer yaratmaq, başqa bir influencerla yaratmaqdan daha gözəl olar. Əgər istedad varsa. Adam tapa bilirsənsə. Büdcən varsa ikisini də elə. Uğurlar. Onun səsi gəlmir. Kimə demək olar bunu? Bir dəqiqə, çox əl qalxır.
Buradakı bəy zəhmət olmasa, mikrofon kimdədir? Mən bir Burada də bir bəy bir var. müdaxilə eləmək istəyirəm. Böyük ehtimalla hamının suallarına cavab verə bilməyəcəyik. Əgər suallarınız mənə ünvanlanıbsa tək, sosial mediada da sizə cavab verə bilərəm. Yəni xatirinizdə dursun. Bir də ekstra əlavə bir şey demək istəyirəm. Niyə alqışlayırdıq? Amma yenə alqışlayaq. Mən də sizə söyləyəm. Bir şey demək istəyirəm. Hamının sual təbii ki cavablana bilməyəcək. Ona görə biraz belə qarışıq. Məsələn, bir neçə nəfər buradan, bir neçə nəfər buradan və bir neçə nəfər buradan o formada gələcək. Ona görə suallı, cavabsız qalan şəxslərdən dönə-dönə üzr istəyirik. Sosial mediadan spikerlərə yaza bilərsiniz bu konuda. Buyurun bəy. Əvvəla diqqətinizə, dəyərinizə görə təşəkkür edirəm. Mən Fuad Mədətov, Finsaz xəbər portalının baş redaktoru, layihənin də informasiya dəstəyi bizim saytdır. Mənim sualım əslində biznes sahəsinə bağlıdır. Zaten Finsaz iqtisadiyyat saytı olduğuna görə gündəlik statistikalar paylaşırıq və təbii ki, burada qeyd olunan fikirlərin hər birinə hörmətlə yanaşıram. Birbaşa bizim işimizə təsir edən faktorlardır. Nəzərə alsaq ki, ölkədə kiçik və orta biznes subyektləri çoxluq təşkil edir və bütün bu subyektlərin nəzdində onların bir data bazası yaradır. Bu data bazada elektron hökumət portalına yüklənir və elektron hökumət portalı vasitəsilə də və yaxud sosial şəbəkələr vasitəsilə də süni intellektin təsir edir. Yəni bir növ onların data analitikasında yığılır. Yəni mən bilmək istəyərdim ki, həm konfidensiallıq baxımından, həmçində mənbə baxımından süni intellektin mənbəsi hara söykənir? Təşəkkür edirəm. Sualınız yəqin ki, Cəfər bəyədir də, yox? Minnətdarım. Süni intellektin datası gedir bütün hər yerdən götürür. Sosial şəbəkələrdən götürür, bütün interneti gedir, araşdırır, götürür. Hətta siz nə yazırsınız, nə danışırsınız, nə bölüşürsünüz, hamısı datadır. Yəni süni intellektin özəyi şeydir, datalardır və o datalarda hər yerdən ötürürük onlara. Konfidensiallıq baxımından da, yəni zaten hər şeyimizi bilirlər. Zaten siz hansısa konfidensial bir şey yazırsınız, data ötürülür ora. Mən sonra həmin şey axtarında sizin verdiyiniz datanı mənə verir. Yəni onu bilin. İstəmirsinizsə datanız yəni hardasa bölüşülsün eləsin. Open source-lar var. Götürürsünüz kompüterə yazırsınız və lokalda olur. O da heç yerə bölüşmür. Onun datası sizdə lokalda olur və lokalda o sualları, o işləri ChatGPT-nin elə bil özünüzdə olur. Ümid edirəm, izah eləyə bildim. Mənim bir ümumiyyətlə sualım olacaqdır. Betül xanıma sualı olanlar kimlərdir? Əla. O zaman bir dəyişiklik eləyək. Ora keçəcəyik. Arxadan ortada bir bəy var. Orada bir bəy var. Ora uzadaq zəhmət olmasa əlini qaldırır hazırda. Əla. Çalışır. Əla. Salam, adım Həsəndir, ASMR DB Company şirkətində əməkdaşam. Biraz sündürdən deyə bilərsiniz, tam eşidilir. Eşidirsiniz? Əladır, möhtəşəm. Adım Həsəndir, ASMR DB Company şirkətində əməkdaşam. Sualım Betül xanımadır. Türkçə deyə bilərəm istəsəz. Azərbaycan dili deyə bilərsiniz. Mən əslində bura moderator deyiləm. Mən tərcüməçi kimi gəlmişəm. Ona görə istəyirsə Azərbaycan dili mən keçirəcəm. Sualım belədir ki, hal-hazırda hamının da aşina olduğu bu yeni trendlər, dung-dung sahur və yaxud 144p fırlanan pişik. Həmin bu tip trendlər son dönəmdə məşhurlaşıb və bunun psixologiyası mənə maraqlıdır ki, niyə sırf bu tip belə absurd trendlər hal-hazırda yayığında populyardır və ikinci bir sualım odur ki, həmin bu trendlərin çıxışını biz qabaqcadan özümüz təyin eləyirik, yoxsa bu bir kütlə təyin eləyir? Yoxsa algoritma bunu təyin eləyir? Hocam şöyle ben tercüme edeyim. Mümkünse. Anladım ama teyit edelim. Bu böyle garip trendler oluyor ya. Böyle saçma sapan. Bunları biz mi çıkarıyoruz yoksa genelde bir yolla yaranıyor mu bunlar? Nasıl oluyor? Onunla ilgili galiba böyle bir soru. Doğru mu? Düzdü? Hə. Yəni iki dənədir. Yəni bunu algoritm eləyir yoxsa biz və işte, niyə bu çıxır? Psixologiyası nədir? Neden insanların karşısına bu kadar çok çıkıyor? Anladım. Algoritma mı bizim karşımıza Çok çıkıyor? güzel soru. Ya kapitalizm deyince böyle bize çok uzak ve olumsuz bir şey gibi geliyor ya. Aslında kapitalizmi yapan biziz. Tüketerek, üreterek, daha fazla tüketmek isteyerek. Kapitalizmi destekleyen ve bunu oluşturan biziz. Algoritma da ona keza. Algoritmayı da yapan biziz. İçerik tüketen,
Garip içerikler görünce izlemeden duramayan, cringe içerik görünce çok hızlı geçebilen var mı? Çok geç yani çok zor. Bakmak istiyorsun ya bu ne ya diyorsun. Çok kötü görünüyor ve algoritma şunu diyor. Sorun değil. Betül beğendi. Kullanıcılar bunu beğendi. Öne çıkarabilirim. O yüzden algoritmayı aslında biz yönlendiriyoruz. Algoritma dediğimiz şey sosyolojiyle, psikolojiyle ilgili. Maalesef biz böyle şeyleri öne çıkardığımız için algoritmada daha fazla, daha sık görüyoruz bizimle ilgili maalesef. Algoritma tamam, algoritma emir kulu. Biz ne istersek onu yapıyor. O yüzden maalesef olay bizimle ilgili. Peki kendimiz bu trendi nasıl yaratabiliriz önceden? Hocam açımız çok hiç görmüyoruz aslında. Diyor ki kendimiz bu trendi nasıl yaratabiliriz? Önceden biz bunu yapabilir miyiz? Yani ki garip bir şey yapalım ve bu trend olsun. Böyle bir şey mümkün mü acaba? Tabii mümkün. Bir akım da trend de başlatabiliriz. Fakat işte bu sosyal medyayı olumlu bir şekilde kullanmanın biraz dışına gidiyor. Çok absürt şeyler yapmadan da izlenebiliyoruz. Ben bunun güzel bir örneğiyim. Anlattığım bir sosyal psikoloji içeriği 5 milyon kişi tarafından izlenebiliyor. 80-90 saniyelik bir içerik. O yüzden garip şeyler yapmamıza gerek yok. İyi haber. Bazen benim de böyle bir şeytan giriyor kanıma, etkileşimlerimi düşünce dans mı etsem, saçma şeyler mi yapsam falan diye. Ama iyi yolla, güzel şeyler anlatarak ilerleyebiliyoruz. Ve sosyal medyayı bence böyle büyütmeliyiz, böyle kullanmamız gerekiyor. Araya da garip şeyler sıkıştırabilirsiniz ya. Atıyorum anlatırken elinizde garip bir nesne vardır. İnsanlar ona odaklanıyordur falan. Bir ihtimal sıkıştırabiliriz. Hocam benim burada aslında araya girip aklıma şu an bir soru geldi. Böyle bir trendler oluyor. Mesela kaşıkla duvarı deldim gün 1. Kaşıkla duvarı deldim gün 2, 3, 4, 5. Böyle olduğu zaman mesela 10 tane video tutmuyor. 11. tutuyor. 1 milyon izleniyor. Bunun sebebi tam olarak ne? Bu aynı şeyi tekrar yaptığımızda mı öne çıkıyor? Bu nasıl oluyor bu? Bu resmen algoritmanın bug'ı gibi bir şey. Ve şunun da cevabı, viral içeriği bu kesin viral olur ya da bu kesin viral olmaz diyemiyoruz. Algoritma çok rastgele çalışıyor ve kartopu etkisiyle gidiyor. Bu sayfalar takip ediliyor. Ben bunun içeriğini yapmıştım. Niye takip ediyoruz? Merak ediyorsun. Çok absürt geliyor. Bazen absürt görünen bir şeyi bilerek tüketmek istersin. Desteklemek istersin. Yani kendine Aynen. absürt bir şey tüketen bir kitleye dahil etmek istersin. İnsanlar birbirine atıyor. Ha baksana bu ne diye. Çok saçma geliyor. Ve insanlar birbirine atınca viral oluyor bu. Gelip saçma bir yorum yapıyor. O saçma yorum seni viraliteye, o içeriği viralleştiriyor. Mənə elə gəlir ki, o saçma insanlar bizik. Aslında öyle. Yəni burada həmin o saçma dediğimiz şeyləri izləyənlər var. Bir alqışla bilək. Yəni mən də eləyəm. O qaşıqla divarı oymanı izləyirəm. Bilmirəm niyə izləyirəm. Amma ləzzət eləyir. Yəni, ən sonda maraqlı olur ki, bizə həqiqətən divarı dələcək, yəni. Nə vaxt dələcək, hansı gün olacaq bu? Belə bir şey olur. O zaman... O çocuk başarılı oldu mu bu arada? Ne? Kaşıkla duvarı deliyorum Ya, diyen. ben- İzleyen var mı hala? Ben Başardı mı? bir yerde bıraktım ben. Ben de bıraktım. Merak etme ama şu an. Aramak lazım Merak Instagram'da. ediyorsun. O zaman Sabir müəllime sual olan var. Nə olar? Orada bir nəfər var. O da o xanım var ya orada. Nə olar? O bir yaxdan belə mahnı oxuyur ya belə. Orada... Aha, Mənim sualım Cəfər müəllimə idi. biraz sündürdən demək olar. Mənim sualım Cəfər müəllimə idi. Mən Unity-dən istifadə edərək oyun dizayn edirəm və onda bir şirkət var, ona satıram. Və elə bir AI toolu var ki, mən ondan istifadə edərək o oyunları dizayn eləyim və mənim işimi qat-qat asanlaşdırsın və mən gün ərzində 2 oyun dizayn edirəmsə, daha çox olsun məsələn mənim dizayn elədiyimin oyunların sayı gün ərzində. Əminəm ki, qısa vaxtda Unity özü eyni şey eləyəcək, özü inteqrasiya eləyəcək. Amma bəlkə də ola bilsin var. Bayaqlar bölüşdüyüm nextool.ai saytına daxil olursunuz. Həmin sahəni yazırsınız ki, game design, game ilə bağlı şeylər. Əminəm ki, hazırda bazarda elə alətlər var. Varsa da bizim Nextoolda var. Belə amma dəqiq bilmirəm ki, sırf sizin sahəyə hansı var, amma 100% ki var. Çünki dünyada 70 mindən çox süni intellekt aləti var. Biz insanlar ya hələ ki ChatGPT, nə bilim Gemini, Google, Grok, Cloud ancaq bunları az bilirik. Bu arada təşəkkürlər gördüyünüz üçün. Sağ ol.
Çox sağ olun. Əla. Sabir bəyə sual olan? Sabir bəyə. Ha, orada bir xanım var, iki əlində qaldırır. Yəni ona mikrofon uzatmasaq ayıb olar. Bir dənə təkrardan əlinizi qaldırardınız. Əla. Seçim meyarımız 2 əldir. 2 əl kim qaldırsa? Daha çox istəkli olduğunu. Daha sonra sıra bu tərəfdə. Artıq yetər. Salam. 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 Mən Nurcan İsmailova. Sualım Sabir bəyə idi. Siz bayaq qeyd etdiniz ki, datalarımız Meta ilə paylaşılır. Gürcüstanda satış eləmək üçün. Bu qanunidirmi və hansı datalarımızı paylaşırsınız? Gözləyirdim bu sualı. Bəli, qanunidir. Və hansı növ datalarımızı paylaşırsınız? Məsələn, siz kontaktın saytından alış-veriş eləmisiniz? Özündən alış-veriş eləmişəm. Məsələn, nömrəm istənib orada, ad soyadım istənib belə. Hə, bu onsuz da olmalıdır. Yəni nömrənizi bilməliyik. Amma varsayaq ki, səsim getdi. Varsayaq ki, sayta girmisiniz və hansısa elektronik əşyanı almısınız. Mən də sizin və sizin kimi insanların datasını eyni ilə Gürcüstanda formalaşdırmaq istəyirəm. Meta mənə bu imkanı verir ki, sizin datanızı ona göstərim və deyim ki, mənə bu datadan Gürcüstanda ver. Və bu qanunidir və effektiv üsullardan biridir. Çox sağ olun. Buyurun. Son 2 sual alacağıq. İstəyərdim bu tərəfə keçək. Yenə 2 əl qaldıranlar ön plana almalıyıq. Çox sağ olun. Axır ki. Sualım ya Betulkanovadır ya da bu kontent məsələsi ilə bayaq özü də vurğuladı. Ümumi biraz qeyri-müəyyən vəziyyətdir. Mən istəyərdim ki, sosial şəbəkədə hal-hazırda reklam olmasın deyə adını deməyəcəm, amma YouTube kanalım və yəni bu barədə, bu kontentdə səhifəm var, çalışıram. Sadəcə Azərbaycanda izləyək. Necə? İzləyək. Deyin reklam olsun. Doğrudan olsun. Olsun, niyə olmasın? Çünki hələ ki mənim işimi bəyənmirəm, biraz yarım çıxdı, amma tamam, biz bəyənərik, like atarıq. Yaxşı, Escape Matrix-dən qaçış kanalın adı belədir. Matrix-dən qaçış izləyin. Amma yenə dediyim kimi hələ qeyri-müəyyəndir. Bu kontentimi hələ yarada bilmirəm. Çünki müəyyən izləyici kütləsi var ki, spesifik mövzularda elmi kontentdir. Mən maarifləndirici videolar istəyirəm çəkim. Amma bunu doğrudan Azərbaycanda elə. Çünki kanalda bu fəlsəfəsi budur ümumiyyətlə kanalın. Adından da görərsiniz Escape tamam. Matrix. Suala gələ bilərik. Tamam. Sualım odur ki, mən o prinsiplərlə brendi necə yarada bilərəm? Çünki müəyyən prinsiplər var ki, bəzi şeyləri reklam eləmək olmaz, bəzi məsələlərdə olmaz. Amma yenə də brend yaratmalıyam ki, bunu daha çox izləyici kütləsinə və istədiyim auditoriyaya çatdırım. Bunun üçün nə etməliyəm? Sual kimə idi? Kim cevablaya bilsə... Şimdi Betül hocam şöyle. Bazı kanallar oluyor YouTube'da veya diğer platformalarda niş bir kitlesi oluyor. Mesela felsefe dedi arkadaş veya mitoloji olabilir, başka bir şey olabilir. Okay. Bununla ilgili kanalını nasıl büyütebilir? Çünkü niş bir kitle olduğu için hitap ettiği insan sayısı da az. Böyle bir soru galiba. Doğru. Matrix'ten çıkış mıydı? Kaçış. Ne? Yani sinema üzerine mi? Konu ne? Nişti. İlim, felsefe. Harika. Güzel. Fəlsəfədir. Mikrofon təkrardan uzada bilərik. Çox tez. Artıq 2 dəqiqə vaxtımız var. Yekunlaşdırmalıyıq. Mövzu biraz qarışıqdır. Əsas məsələ adından da görünür. Matrix-dən qaçış. Yəni cəmiyyətdə formalaşan şablonlardan çıxmaq, nəyinsə analitik tərəfini daha çox üstün tutmaq və s. Yəni bilinməyən doğruları analiz eləmək. Çok güzel konu. Ama önce benim şunu bilmem gerekiyor. Adın ne hocam? Adın? Ferhat. Ferhat. Şimdi benim şunu bilmem gerekiyor. Ben bu konuda Ferhat'tan bilgi almak istiyorum, evet. Ama neden Ferhat'ı kanaat önderi bellemeliyim? Niye Ferhat'tan öğreneyim felsefeyi? Şimdi ben gelip Ferhat'ı hiç tanımıyorum ve 30 dakika boyunca atıyorum Hegel felsefesinden bahsedeceksen, tamam bunu birinden dinlemek istiyorum ben. Ama neden bunu senden dinlemeliyim sorusunun cevabı küçük içeriklerden geçiyor. Kısa içeriklerde önce bana kendini tanıt ve de ki bak ben bu konuda biliyorum ve senin zihninde farklı pencereler açabilirim. Orada beni tuttuktan sonra hadi gel uzun videoya gelebilirsin. Ama şu an vaktimiz yok. Çok hızlıyız. Süper seçiciyiz. Sen insanlara şunu diyemezsin. Beni hiç tanımıyorsun ama hadi gel felsefeyi benden dinle bir de 35 dakika.
Olmaz hocam. Bu yüzden Instagram, TikTok gibi yerlerde büyümek, bir marka bilinirliği oluşturmak ve ondan sonra YouTube'a geçmeyi daha anlamlı buluyorum. İlk etapta YouTube'da başlamayın. Bir kitleniz yoksa çünkü YouTube üzer. Ya da çok farklı ve iyi bir stratejiyle, iyi reklamlarla gitmeniz gerekiyor. Ama yine de ünlü desteğine de ihtiyaç duyabilirsiniz. O yüzden hani ilk etapta YouTube biraz motivasyonunuzu kırabilir. Efendim? YouTube Shorts. Aynen. Ha, Uzun olur, format tamam. değil de YouTube Shorts, TikTok, işte Instagram'a içerikleri atıp önce şunu söyle. Ferhat, evet abi, Ferhat'tan felsefe dinlenir. Ama vaktimiz yok. Yani bu şey gibi. Hiç tanımadığın bir insanın sana gel birlikte tatile gidelim demesi gibi bir şey. Niye ki? Sen kimsin? Ne oluyor? Neden seninle tatile gitmeliyim? Bu soruların cevabını önce bulmamız gerekiyor. Bunun için de vakitsizlikte kısa içerikler çok daha anlamlı, Yani- motivasyonu da kırmaz. Yani ilk önce başladığımız zaman kısa içerikler üretmemiz lazım. Daha sonra uzun videolar vesaire izlenilebilir diye anladım. Evet. Yani Doğru. YouTube biraz daha uzun vadeli. 2 sene sonra kanalım patlayabilir. Ama TikTok, Instagram çok hızlı büyüyor. Bu yüzden orada git, biraz motivasyonunu iyileştir, dışsal motivasyonu al. Sonra zamanla uzun formata geçmek daha anlamlı bence. Yoldaşlar, Çox sağ olun. son bir sual alırıq. İstənilən hər hansı bir spiker ola bilər. Bunu mən seçməyim, biraz ədalətsiz olar. Bilmirəm, kim seçsin? Cəfər müəllim, siz seçin. Hə, tamam. Artıq suallar bitdi. Yerdə qalan digər suallarda sosial media şəbəkələrdən və yaxud tədbir bitdikdən sonra spikerlərə ünvanlaya bilərsin. Teşekkür ederim öncelikle beni seçtiğiniz için. Çünkü bu sualın düşünürüm ki burada birçok insanın aklında olacak bir sualdı. Betül Hanım'a da sualım. Adım Ayda Gözəlova. Başlarken ben bir tələbəyəm, amma eyni zamanda özünü araşdırmağa ve istədiyim sahəni tapmağa çalışan bir tələbəyəm. Lakin bir çox uğurlarım olsa da, məsələn Fix 2024 beynəlxalq qalibiyyətim olsa da, 800 layihə içərisində dünya üzrə birinciliyi qazanmış olsam da və ya bunu kimi bir çox universitetə girərkən 652 balla girmək və yanında bir çox uğurlarla bərabər özümü hələ də tapa bilməmişəm. Və bu FOMO-dan yaranıb. Mən 4 il əvvəl FOMO ilə tanış oldum və bu məndən heç getmədi. Hər dəfə yeni bir sahəyə başladım, yeni bir sahədə girdim və çalışdım və gördüm ki, orada uğurlu oluram. Və yeni bir sahəni yoxladım, yenə uğurlu oluram. Çünki çalışmaqla insan hər şeydən nail ola bilər. Amma hansında mən mükəmməl olacağam. Çünki insan bir şeydən, hər şeydən biraz bilməli, amma bir şeyi mükəmməl bilməlidir. Amma mən hansını mükəmməl biləcəyimi bilmirəm. Onun hansını seçməli olduğumu bilmirəm. Onu necə edə bilərəm? Bence bunun cevabı yok. Yani bunun cevabı şöyle var. Kendinde yok. Biz hep şöyle başarı hikayeleri dinledik ya. Çıkıyor mesela diyor ki işte şarkıcı. Hayatım boyunca şarkıcı olacağımı biliyordum diyor. 5 yaşında eline tarak alıyormuş da aynada şarkı söylüyormuş da. Sanki şarkıcı doğmuş gibi bu hikayeyi anlatıyor ve benim zihnim şunu diyor. Betül, başarılı insanlar tüm hayatı boyunca sahip olabileceği bir anlama sahip. İş bu kadar anlamlı onun hayatında diyor. Ve biz de öyle hissediyoruz. Sanki işim beni tamamen yansıtmalı, muhteşem bir anlama sahip olmalı gibi düşünüyoruz ama bu bir dümen. Bu başarı hikayelerini daha anlamlı ve daha izlenesi kılan bir yalan. Bu yüzden hiçbir iş, hiçbir meslek tüm hayatımı temsil edecek kadar anlamlı olamaz. Olamaz. Bu yüzden kendimizden çok fazlasını bekliyoruz. Yani onu yapmalıyım. Burada çok muhteşem hissetmedim ya. Demek ki benim için uygun değil diyoruz. Ama beklentimiz çok yüksek ya. Tüm hayatımızı anlamlandırmasını istiyoruz bu işin. Bence bu kadar acımasız olmamak gerekiyor kendimize. Bence kritik nokta şu, ben öyle yaptım. Neyi sevmedim? Neyi sevdiğimden emin değilim ama neyi sevmediğimi biliyorum. Bunu mühendisliği sevmedim, bıraktım. Ticaret hayatında gidip abicim gel hallederiz muhabbetini sevmedim, bıraktım. İçerik üretmeyi sevdim, oradan yürüdüm. Sevmediğim bazı şeyler var, ondan uzaklaşarak kendimi tanıma yolculuğu. Neyi tam olarak sevdiğimi bilmiyorum ama neyi sevmediğimi çok iyi biliyorum. Ve bu neyi sevdiğimi adım adım beni götüren bir şey olabilir. Eynən. Məsələn, 3 il ərzində satışla məşğul oldum. 5 il ərzində content managerlə məşğul oldum. Bir tərəfdən neuroscience-a olan marağım böyükdür. Bunların yanında mədəni bacarıqlarım, Azərbaycan Dövlət Nəfəs Sənaye Universitetinin Kriyart klub sədriyəm, 4 ildir. Bunun da yanaşı bir çox hobilərim var. Pianino müəlliməsiyəm, fortepiano müəlliməsiyəm. İngilis dili müəlliməliyi də eləyirəm eyni zamanda normal həyatımı keçindirmək üçün. Yəni sevmədiyim sahə olsa da müəlliməlik, amma işte pul qazanmaq üçün və s. Mən nacizanə bir dənə məsləhət. Adınız necə oldu? Ayda.
Aydə. Bəli. Aydə xanım, bu qədər nailiyyətlər var sizdə. Bəlkə də bu zalda bizdən daha çoxdur nailiyyətiniz. Bəlkə bu nailiyyətlərə necə gedib çatdığınızı sosial mediadan siz bizə göstərəsiniz. Bəlkə siz bizə dəstək olasınız ki, bax mən filan işin ucundan tutdum, filan işə qədər getdim. Bunu eləmək istəyirsən, bunu eləmə. Bəlkə onda daha xoşbəxt olarsınız. Bölüşsəz bizlə. Bölüşməyi ümumiyyətlə sevən adamsınız. Mənə elə gəlir ki, cəmiyyətimizə ən xeyirli olan şey, hal-hazırda türklər də deyir, həyat paylaşınca gözəl. Həqiqətən o karyera sirləri, uğur sirləri nə qədər çox paylaşılsa, o qədər çox insan inkişaf edəcək. Məncə siz bu qədər uğurlusunuzsa, mütləq bunu eləyin. Əla. Çox təşəkkür edirəm inşallah. Biz təşəkkür edirik suallarınız üçün. Ümid edirəm ki, suallarınıza cavab tapa bildiniz. Bizim sual-cavab paneli elə bura qədər idi.